Bismillah və elhamdülillah və salatu və salamu alə Rasulillah, dəyərli qardaşlarım. Qısa faydalar oxumaqda davam edirik. Şeyx Muhammed ibn Salih Əl-Hüseymin, Allah ona rəhmət etsin, buyurur ki, Lə təkrahu şeyən ixtarahullah. Allah nəyi sənin üçün seçibsə, nəyi sənə nəsib edibsə, içində bir ikrah hissi olmasın ona qarşı. Yəni, bəyənməmək olmasın. Qad yaxtarullahu şeyən fihi maslahatun azimə. Ola bilsin ki, Allah sənin üçün seçdiyində, təyin elədiyində böyük bir xeyir olar. Lə tədri ənhə əntə. Sən də onu bilməzsən. Həqiqətən də belədir. Mömin gərək Allahla razılaşsın. Elə mömin sözünün mənası nədir? İnanan, iman gətirən. Allah Teala buyurur ki, وَمَنْ يُؤْمِنْ بِاللّٰهِ يَهْتِ قَلْبَ. Kim Allaha iman gətirsə, inansa ki, hər bir şey Allahdandır, Allah onun qəlbini sabit eləyər. Elə müminin mənalarından da biri budur. Allahla razılaşan, Allaha iman gətirən. İstər geyim olsun, istər evlənəndə, istər məsələn mini alanda, istər ev alanda və hansısa mühüm məqamlarda səbəbləri götürüb, şərii səbəbləri götürəndən sonra, məsələn istixarə elədin. Bütün bu səbəblərdən sonra sonda Allah sənə nəyi nəsib eləsə, orada demə ki, kaş ki, belə edərdim, belə olardı, belə olardı. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? وَلَكِنْ قُلْ قَدَّرَ اللّٰهُ وَمَا شَاءَ فَعَلَ. Lakin de ki, Allahın qədəridir, Allah belə təqdir eləyib, Allah nə istəyir onu da eləyir. Razılaş Allahla. İçində bir bəyənməməzlik, belə şey olmasın. Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsi 216-cı ayda buyurur ki, وَعَسَى أَنْ تَكْرَهُ شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ. Ola bilər ki, siz bir şeyi xoşlanmazsınız, o sizin üçün daha xeyirli olar. وَعَسَى أَنْ تُحِبُّ شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ. Bir şeyi xoşlayarsınız, seversiniz, o sizin üçün şər olar. وَاللّٰهُ يَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُونَ. Allah bilir, siz isə bilmirsiniz. Sən deyirsən, bu olsun. Lakin görürsən ki, Allah Teala vermir onu. Tam başqa bir şey nəsib eləyir. Sən deyirsən ki, kaş ki olardı. Alimlərdən biri deyir ki, mən Allaha dua eləyəndə bir dəfə sevinirəm. Allah mənim istədiyimi verməyəndə 10 dəfə sevinirəm. Çünki birinci mənim seçimim idi. Mən seçirdim ki, bu olsun. Allah bunu mənə nəsib eləsin. İkinci Allahın seçimidir. Allah vermədisə, o mənim üçün daha xeyirlidir. Çünki Allah mənim seçdiyimdən də mənim üçün daha xeyirlisini seçir. Allah Teala buyurur ki, Vallahi innallahu yuridu bikumul yusur və la yuridu bikumul usur. Allah sizə asanlıq istəyir, sizə çətinlik istəmir. Əlbəttə belədir. Allah Teala qulları üçün daim asanlıq, onların xeyrin, onların faydasını, onların islahatını istəyir. İnsan da görsən nəfsi onu aldadır, meyl eləyir çətinliklərə, şərlərə və onu azdıracaq şeylərə. Allahdan istəyir ki, Allah Teala bizi daim bizim üçün nə seçirsə, nəyi təyin eləyirsə, ona yəqinliklə iman gətirən qullarından etsin və hər bir halımızda Allahın qədəri ilə razılaşan qullardan etsin Allah Teala bizi. Vəlhamdülillahi Rabbil ələmin.